Bu il Astarada 300 hektar sahədə çəltik əkini planlaşdırılır. Artıq 150 hektar sahədə çəltik əkilib. Əkində fermerlər işlərinə uyğun olaraq əl əməyi ilə, eləcə də mini texnika və texnikalardan istifadə edirlər. Bir neçə gündür ki, Astarada çəltik əkininə başlanılıb. Əlverişsiz hava şəraiti, intensiv yağışlara görə bu il əkin aprel ayının sonlarından may ayının əvvəllərindən başlanılıb. Çəltik əkini əsasən rayonun Kakaloz, Artupa, Səncərədi, Pensər, Pariba, Şiyəkəran kəndlərində, Ərcivan qəsəbəsində və qismən də Astara şəhər ərazisində aparılır. Əkində əl əməyi ilə yanaşı mini texnika və bəzi yerlərdə xüsusi texnikalardan istifadə olunur. Ruh yüksəliyi ilə işimizi aparırıq. Əkin işləri demək olar ki, biri 80% aparılıb, biri 20% qalıb da yaxın günlərdə onu da yekunlaşdıracaq. Bizim kəndin əsasən Artupa kəndinin əkin işlərində əsasən Haşimi sortu istifadə edirik. Haşimdən başqa tarımdır, sədridir, 220-dir, Sipidroldur, o toxumlardan da istifadə edirik. Amma Haşimi toxumuna ehtiyac daha çoxdur. Çünki Azərbaycanın demək olar ki, bütün bölgələrindən gəlirlər kəndimizdə Haşimi sortu istəyirlər. Ona tələbat daha çoxdur. Biz onun əsasında bizə belə əkinləri də Haşimi sortu əkmişik. Biraz tərəddüd edirsən. Lakin ştilin, mən belə aqronom kimi deyə bilərəm ki, ştilin üstünlüyü toxumdan daha üstündür. Bəzi mütəxəssislər buna başqa cürə qiymət verir. İndi də hal-hazırda gördüyünüz kimi əkinimiz gedir. 60 hektar girdəni deyilən ərazidə əkmişik. Astara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə şifahi olaraq bildirdilər ki, bu il rayon ərazisində 200 hektar sahədə çəltik əkini planlaşdırılır. Artıq 150 hektar sahədə əkin aparılıb. Fermerlər əsasən Haşimi və Yeni Pakistan 007 sortu olan çəltik əkirlər. Əkində əl əməyi ilə, eləcə də mini texnika və bəzi yerlərdə xüsusi texnikalardan istifadə olunur. Hazırda əkin davam edir. Qeyd edək ki, əkin sahələrinin 265 hektarına su buraxılıb. Rövşən Almazoğlu, Nilufər Qəhrəmanova, Astara.